Bazarda görün necə pullar qazanılır. Çəmədandadır ya özdə. Yüzlüyü var, dolları var. Ay qardaşlar, baxın da, baxın. Dollar qaçır, yaman qaçır. Burada da bizim Azərbaycanın milli manatı 100 manatdır, dollardır, sonra 20 manatdır. Bunlar neçəyə satılır? Qardaş bir dənə pul satır, tamam, puluna uyğun. Bazar elə bu səhər tezdən başlayıb da. Axtarın, bəlkə taparsın inşallah. Yaxşı olar. Hardan gəlmiş bazara? Hardan gəlmiş bazara? Pul axtarır, tapalım. Soruşuram, hardan gəlmişsiniz bazara? Bakıdan gəlmişsiniz. Sumqayıtdan gəlmişik. Sumqayıtın özündə olansınız. İnşallah taparsınız. Piruz çoxdur bugün Sumqayıt bazarında dostlar. May ayının 4-ü. Sumqayıt avtomobil bazarındayıq. Bu həftə bazarda hansı avtomobilləri siz görə biləcəksiniz? Baxın, sona qədər izləyin. Məlumatınız olsun. İllər, aylar su kimi axıb gedir dostlar. Bu maşını alan çörək qazanacaq. Sahibi də bir cavan oğlandır. Nömrə öz sözü deyil. Bugün də cavan stilli bir vazı təklif eləyəcəm alıcılarımıza. Tiliflən dolu vaz 2107 girib bazara. Gəl, yaxınlaş, göstər. 2010 buraxılışdır. Çiçək kimi vaz. Peradok vəziyyətində. Dostlar, baxın. Tam dolu vaz istəyənlər, cavanlar. Diqqətli olun, baxın. Tərtəmiz, gül kimidir. Yəni göstərirəm, baxın siz də indi bundan sonra canlı gəlib baxarsınız, nə var? Yəni göz qabağındadır. Hazırda Sumqayıtda da avtomobil qeyd edilir. Bax belə yeni təkərlər üzündə, baxın, gül kimi ya, olan vəziyyəti. Baxın, altına zəhmət olmasa operatorluq elə. Bax. Göz oxşuyur, çiçək kimi. Maşallah. Səni verənə şükür. Maşallah gülün olsun. Gəl, azalov xəstəsisən. Sən bu həyatda vasıtsız nəfəs ala bilmirsənsə, elə əsl sənlik bir şeydir, bunu mən sənə deyirəm. 7800 götür gəl, götür apar xeyirli sür, toylarda sür, nişanlarda sür. Bax, bu da onun mühərriki. Tozludur, ev yox, əsl odur ki, maşın sağ, salamatdır, hər şey yerindədir, əzim. Maşını harada baxmaq olar? İsmail'la. İsmailliyə gedir, satılmazsa əgər. 55 cık olduğu yerdə. Ay sağ ol. Ona görə də müraciət eləmək istəyənlər əlaqə nömrəsi qeyd edirik. 099 Əlaqə deyirik. 099 099 717 5999. Nömrəni qeyd edeyim. WhatsApp var nömrədə. WhatsApp 099 717 5999. WhatsApp var. 999. Misal, ümumiyyətlə sən bu vaz barəsində nə deyə bilərsən? Mən onu deyə bilərəm ki, biraz endirim eləsin, gələn otar. Eləyəcək. Amma da yaxşı maşına yaxşı qiymət vermək lazım. Kişi kimi. Şirin qiymət olar əslində. Şirin çayla olacaq. Şirin qiymət şirin çayla gələcək. Ona görə də maraqlanan şəxslər buyursun təcili. Nasıl hanım kız alırsınız böyle şirin çayla? İsmaillı'dan alan istəyicilərimizə salamlayırıq. Ay bunu sən götür. Gəl, lazım idi sənə. Gəl sən götür. Gəl götür. Şirin çayı mən hazırlayacağım. Gəl sən götür. Qaqa, bundan artıq sən 0 axtarsan bax. Bazarda bu qədər tezdən yetim ki 50 cibində bilməm pul. İndi mənə maraqlıdır ki, bu adamlı gəlib İsmaillı'dan olan izləyicimizdən bu vazı alacaqmı? Ümumiyyətcə, mənim nəsə fikrim çox uzaqlardadır. Sadəcə baxmağa gəlib, ev yox. Baxmaq da özü bir gözəllikdir. Ona görə də sağ Bəli, maşını bu vəziyyətdə indi reklama görə saxlamışıq. Amma inşallah bu taxtalar üstündən düşəndən sonra gedəcək oppalar. Evet. Yəni öz duruşu da odur. Sən qarı iş edirsən başına. Natarsa gəlir. Niyə evə? Ana özü bablan sonra. Gedirəm də deyir oppalar. Yaxşı qiymət sayan. Evə qardaş taksi ilə gedəcək. Yaxşı qiymət sayan olsa maşının sahibi satır. Mənim ağlan qiymət verirsən 78. Qaqa son qiymət nədir? Zarafatsız. Əsl son. 7500-də yeri var. 200 çıxaram, 7600. 7600. Real olsaydı sənə xətmə oradan da seylə Qaqa, bəli, qaqa.
Sən gözün tutub ev maşını. Bilirəm, sən bəyək əminə zəng eləmək istəyir ki, maşını alsın. Onda peşə maşını. Sən 07 alarsan, yoxsa Çeşka. O uşağın gələcəyi hələ Baxdı gördü, sahibi qabaqdadır. gözün qıcadı, eşki baxdı. O uşağın gələcəyi hələ qabaqdadır. Nə 07, nə də İnamarka. Bu uşağa təhsil lazım. Oturuyor salata. Təhsil. Oxub, böyüyəndə inşallah ağlı başında olar, özün də qərar verərsən. Heç kimin sözünü dinləmə. Anan, atandan başqa. Çox. Məndən sənə məsləhət. Bazarı gəzdik, baxdıq və sonda qarşımıza ən ideal 4 fara çıxdı. Salyandan gəlib bu avtomobil qeyd edelim. 2.4 biabrazlı mühərrik, canavar kimi motor üzərində daha çox tələbat görən mühərrikdir. Baxın, belə disklərdən təklif edir maşın sahibi. Gətirib Salyandan. Üzərində lükü var. Sürətlər qısa avtomat, kondisionerli, avtopilotu, dəri oturacağı. Baxın, belə bir vəziyyətdə 4 şüşə qaldırıcı. Əsas maşın çiçək kimidir. Soruşuram, bəs niyə görə satırsınız? Çünki deyir, ehtiyacdır pul. Təcili maşını satıram, amma dəyər dəyməzinə də satmaq istəmirəm. Açaq bunu. Logosuna. Gələndə qırılır. Hə, gələndə. Boykaya salanda. Yəni bu maşınlar bilirsiniz də necə çox sevilir Azərbaycanda. Ehtiyat təkərli üzərində var. Belə bir vəziyyətdə bagajdır. Bu maşını da kreditlə almaq istəyənlər buyurub müraciət edə bilərsiniz. 050-876-47-03. Bir dənə də qəşəng arxa kamera qoyursunuz bura park eləmək üçün. Bunu da çıxardıb dəyişirsiniz, olur gül kimi. Bugünə olan əlavə xərci yoxdur. Avtobazar Azərbaycan kanalının dəyərli izləyiciləri, əgər bu maşını almaq istəyirsinizsə qiymət 11.500 manat olacaq. Real avtomobilə gəlib maşının yanında baxsanız cüzi indirim olunacaq. Çünki sağlam, salamat maşındır. Göstəririk bir daha salonu. Yaxşı maşına yaxşı qiymət lazımdır vermək. Ona görə baxdım, bəyəndin, müraciət elə, maşın sahibi əlaqə nömrəsi qeyd eləyin. Əlaqə 077 077 325 325 65 35. 65 35. Mən maşına əyləşib xeyirli olsun deyim. 2-4 biabrazla axtaranlar. Bax, bu açardan sənin də əlində ola bilər. Əsas odur ki, sən gəl maşına canlı bax. Canlı bax, əzim. Bir avarota maşın fotdan da çiçək kimi, ürəyin istəyən kimi. Nömrəni də qeyd elədik dostum. Zəhmət olmasın. Allah xeyirli eləsin. Gəl, səni gözləyirik. Nivada dəyişiklik güzgülərdə olunub. Açarla da güzgülərin qatdalanması tənzimlənir. Maşın sahibi qeyd eləyir. 4-5 ayda avtomobil sahibindədir. Çox gözəl, belə ürəyini istəyən kimi bir Nivadır. Mən çox bəyənmişəm. Qısa bir zamanda bu Niva satılacaq. Bu Niva qalmayacaq bazarda. Xeyirli olsun, indidən qeyd eləyirəm. Qıraqdan deyirlər alıcılar ki, bu Nivanı alıb Urbana yığdırsan daha da yəni gözəl olar. Cavanlar gətirib deyir ki, yəni belə bir vəziyyətdə zavod saxlamışıq. Bugün yəni pul ehtiyac olduğu üçün satışa çıxartmışıq. Təcili satılır qeyd eləyim. Baxaq görək. Belə baxımlı Nivadır. Fiat sükanı ilə olmazsa olmaz. Belə bir Niva çıxıb Sumqayıt maşın bazarına. Qiymət də çox münasib qeyd eləyiblər. Üzərində təzə təkərlər. Zavodskoy Niva axtaranlar üçün belə bir təklifimiz var. 42 CK 508 girib Sumqayıt bazarına. Necədir dostlar? Necədir? Baxın, usilitelinə qədər avtomobildə var. Baxın, belə kolonkaları, basovkası. Qiymət 9800 manatdır. Real alıcıya isə yerində maşına canlı baxana endirim olunacaq. Kim əgər istəyirsə zavod, Niva gəlsin, maşına canlı baxsın. Bugün Sumqayıtdadır. Sonra gedir
Masallıya gedir. Masallıya gedir. Kimər istəyirsə əlavə məlumat üçün nömrə qeyd edirəm dostlar. Əlaqə nömrə deyin. 051 205 16 12. Maşının duruşuna söz ola bilməz. İnşallah ki bu maşın tez bir zamanda satılacaq. Qəşəngdir, qəşəng, çox qəşəngdir. Mən bəyəndim həqiqətən. Allah bazarlarını versin. Hər kim alırsa xeyirli olsun. Belə bir gözəl 07 çıxıb satışa. Birbaşa sahibindən 2007 buraxılışdı. Üzərində nömrə də verilir. Üzərində nömrə də verilir. Baxın, belə bir gözəl bir səliqəli vaz. Maşın sahibi deyir ki, çox da münasib qiymət qeyd eləyirəm. Real alıcıya satacağım. 6600 manat deyilir, amma real alıcı olsa 6400-ə gəlsin, aparsın, xeyirli sürsün. Ötən həftələrdə bu maşının qiyməti bir qədər bahaydı, amma bugün münasibdir. Elə bilən müştəridir. Hə, sən Hər addımda Vüsal, məni qaralayırsan. Səbəb nədir? Səbəb nədir? Bu nədir? nasıl olsun? İndi səbəb deyəsən nasıl olsun? Yo, bunu nəyə gəlsən sən Allah, bunu üstünə versən. Nömrə də üzərində verilir dostlar. Ehtiyat təkəri, Danqrat açarı. Kim əgər istəyirsə 050 876 47 03 WhatsApp-a yazırsınız. Alıcıları da baxır, maraqlıdır. Maşının həm rəngi demək olar 7-kadır. Bazarda bugün bu rəngdə 07 2007 buraxılış. Qəşəng çiçək kimi. Gəl canlı maşına bax. 6400 manat say, götür, apar, sür. Xeyirli olsun. Deyirik, hər kim istəyirsə buyursun, müraciət eləsin. Bunlar neçəyə satılır? Yəni orijinal pul deyil, amma orijinal pula bənzəyir. Bir dənə belə paçkası alıb Vüsalın başına atmaq üçün neçə manat ödəmək lazımdır? 3 manat. 3 manat. Gör də dostlar. Mənim başıma 10.000 pul olsa. Vüsal, burada nə qədərdir? Qeyd eləyin. 100 dənə. Hə? 100 dənə. 10.000. Nə qədərdir burada? 10.000 da bir parça. 10.000. Hə? 5.000. 10.000. Yəni qırmızı. Ben deyəmi YouTube üçün çəkirəm. Sonra burada ətirlər də satır mal sahibi. Neçəyə deyirsiniz bu ətirləri? 3 manat. Bunlar hansı ətirlərdəndir? O deyirlər, bazara çıxırlar, əxi ətirləri. Həmin ətirlərdəndir, qalıcı. Yəni qalıcılığı daha çox olan ətirlərdən. Kişi və qadın ətirləri, hə? Gəl yanımda. Kişi və qadın ətirləri. Baxın, etibarsız olan bu pullardan göstərdim. Çəkiliş üçün belə, yəni alıb istifadə eləmək olar. Əsas odur ki, qiymətini də bildiniz 3 manat. 3 manat ödəyirsiniz. 3 manat. Təmiz urbana yığılma, gözəl bir Nivamız satışa çıxdı birbaşa sahibindən. Soruşuram ki, bəs nə qədər pul xərcləmirsən bu əlavələrin üzərinə? Nədən irəli gəldi? Bəs mən Niva xəstəsiyəm. Fərqi yoxdur, yəni indi qazanmışam, xərcləmişəm. Çünki maşını özüm idarə eləyirəm. Nə dəyişikliklər olunub qeyd eləyək? İlk öncə pirborda dəyişiklik olub, orijinal pirbor qoyulub 900 manata, Ferium markası. 100-ə nə qədər yanacaq gedir, kilometraj hamısını ayrı-ayrılıqda göstərir. İndi bir saniyə, indi gələcəkdir elə. Budur. 139.500, bəli, orijinal probelli. Galimvagen monitoru, qatlanıb çıxan Galimvagen monitorudur. Göstərək, zəhmət olmasa. Açarı işə salanda avtomatik çıxır. Nazıl xanım. Pioner orijinal flitellər. Göstərəcəyik birazdan tam ətraflı dostlar, onlar da sizə. Maşın Feradodur, Drajeniyadır. Özünüz də əyləşibsiniz. Görürsünüz ki, sirkələnmə yoxdur. Çox sakit işləyir. 5 şumka olunub bu Niva. 3 qat 5 şumka olunub. 3 qat 5 şumka olunub. Yəni yolda gedən Bunlar artıq pul deməkdir. Əslən pul deməkdir. Dostlar, diqqətli olaq, baxaq. 5000 manat, yəni xərclədim. Xırda-xırda hissə-hissə
Gəldi, çıxdı, oldu 5000 manat. 2013 buraxılış Niva Urban yığılmadır, qeyd eləyim və üzərində bez detaldır hətta. Heç bir detalı deyil. Lap yaxşı. Bez detal Niva təklif edir bu gün sizə və gördüyünüz Niva'da olan bu güzgülər S güzgülərdir, Galenwagen'in. Bəli, S modelin. Bir dənə onu eləyək, yığılma. Yığılmasını qoşulmalıdır içəridə, amma hazırdır. Güzgülərdə hazırdır. Güzgülər hazırdır. İndi çöldən çəksəz görərsiniz. Bu maşının qiyməti real alıcıya 10.900 manat olacaq. 10.900 manat qeyd edeyim. Alıcıları var artıq indidən. Mən sizə çöl hissədən də göstərim ki, görün necə bir Niva'dan bəhs edirik. 5000 manat sahibi pul xərci, bəzi lazım gələn hissələrinə. Baxın, avtomatik. güzgülərin idarə olunması avtomatik, belə bir şey. 10.900 manat. Yəni 11.000-ə yaxın deyirdi. İndi real alıcı gəlsin, yerində bu canavar Niva'ya baxsın. Baxın, bu da kolonkalarıdır. Bu vəziyyətdə. Görün. Maşın gün boyu harda olur? Maşın gün boyu Babək prospektində gəlib baxmaq olar. Barter var, təklif. Xeyr, barter yoxdur. Barter yoxdur dostlar. Belə bir vəziyyətdə bez detal Niva axtaranlar üçün biz təklif edirik. Kimə əgər maraqlıdırsa, Təkərlər təzədir. baxsın. Nazlı xanım. Çox qəşəngdir, mənim çox xoşuma gəldi. Adətən Niva elə bir maşındır ki, adamı çox silkələyir. 3 qat 5 şum kolunu bu avtomobil qeyd eləyim. Belə bir gözəl Niva üçün müraciət eləyə bilərsiniz birbaşa maşın sahibinə. Kimə əgər maraqlıdırsa, əlaqə nömrəsi qeyd edirik dostlar, yazın. 050 321 99 94. Nömrəni qeyd elədik. Avtomobilə kredit təklifi də var. Maşın sahibi nağd satır. Real alıcılarımız buyursun. Kreditlə almaq istəyənlər 050 876 47 03. Yığılma Niva Urbana biz təklif etdik. Kimə əgər maraqlıdırsa buyursun, zəng etsin. Sumqayıt maşın bazarımız görün necə gözəlləşib, inkişaf eləyib. Yeni asfalt örtüyü xeyirli olsun. Artıq rahat şəkildə gələn qonaqlar, alıcılar, satıcılar avtomobillərini burada rahat satışını edə bilir. Dostlar, maraqlı bir avtomobilimiz satışa çıxıb. Yığılma Mercedes W124 Kuza. 10.000 manat sahibi qeyd edir ki, üzərinə pul xərcləmişəm. Oğul istəyir ki, bu maşına baxsın, gəlsin canlı. Və maşın çox münasib qiymətə təklif olunur. Görək maşın sahibi bu avtomobilin başına nə oyunlar açmadı. Diqqətlə qalın dostlar. İzləyin. Qeyd eləyək ki, avtomobil təmiz tuning olunub, bez nomer qeyd olunub sənəddə, dəri oturacaqlardır. Belə bir vəziyyətdə istəyib ki, avtomobil yığılsın, sürüm, həzzi yaşayım, ondan sonra isə gətirim, Nazlı xanım alıcılarına təklif eləsin. Hansı bir cavan istəyirsə gəlsin, buyursun, baxsın. Çox qəşəng belə zövqlü yığılıb. Qırmızı rəngə üstünlük verilib avtomobildə. Neçənci ildir qeyd eləyək? Maşın ili 1994-cü ildir. Neçə deyirsiniz bugün bazarda bu vəziyyətdə olan bir Mercedesi? 12.000-ə deyirik qiymətini. 12.000 manat. Amma 10.000 manat üzərinə siz pul xərcləmişsiniz, qeyd elədiniz. Bəli. Nədir niyyətiniz? Nə eləmək istəyirsiniz? Niyyətimiz satmaq. Burada ehtiyac olduğuna görə satmaq. Bu səhərdən bazardasınız. Hələ ki alıcılarımız reallaşmayıb, düzdür? Nə qədər sayan olub ümumiyyətcə bu vəziyyətdə olan maşınımızda tuninqə? 10.000 sahibləri 10.000 satmaq. Gələcəkdə yəni düşünürsünüzmü, yəni 10.000 manata satmağı? Halbuki yəni 10.000 manat üzərinə qoymusunuz, 12.000 manata bazara çıxartmısınız. Planda var, yəni 10.000 manata satmaq. 10.000 yox, 10.000. Azdır, hə? Yəni belə deyək də, çox xırdalıqlara yəni gediblər, maşında görürük, təmiz tuning olunub, kəmərinə qədər avtomobil yenilənib. Yəni
yeni nəfəs verilib maşına qeyd edeyim. İnşallah ki, dostlar, yaxın zamanda baxıb maraqlanacaqsınız. Neçə vaxtdır sizdədir maşın? Bu maşın 2 il yarımdır bizdə. Siz də şərhlərdə fikirlərinizi yazın, bildirin. Tovuzdan gələn bu avtomobil necədir? Xoşunuza gəldisə yazın, şərhlərə fikir bildirin. Sənədlə hamısı qeydə alınıb. Nasıl funksiyalar görürsünüz? İşləkdir, qeyd edeyim. Açın. Müraciət eləyə bilərsiniz. Əlaqə nömrəsi qeyd eləyə alıcılarımız üçün 050 389 13 41. nömrəni qeyd eləyin. Avtomobil bugün Sumqayıtdadır. Sonra hara gedir? Tovuza. Xırdalana, Abşeronda. Abşeronda olacaq avtomobil. Kim əgər istəyirsə buyursun dostlar. Maşına barteri varsa deyək. Barteri yoxdur. Yekun nə düşünürsünüz? Planda nə var? Yekun 11.5. Ondan aşağı. Damat daşın üstə qoyub imarət eləyir. Mən də daşın üstə çıxıb boymu ölçürəm. Gəl. Amma bu daşlar görün hansı maşın yanında dayanıb. Türkü göz Mercedes. Bu maşında vuruq. İki siday. Bugün çəkməyi uzaqdan. Dayan, misal qoy, yaxşı düşürsən. Maşın buraxılış ili 2000. 2 siday. Super vəziyyətdə, kosmetik problem yox. Motorda yağ yemə, yağ azalma yox. Korobkada vurma, atma, geçmə qətiyyən yox. Otur sür maşını, bütün rasxodları ödənib. Gələn güvənib ustasıyla gələ bilər. Bəli, Bakı şəhərində də baxa bilərsiniz. Bir dənə salon çək. Maşın həqiqətən olduğu kimi, danışdığımız kimi də super vəziyyətdədir. Nə qədər? Sən Allah eləm, 5'dir. Kondisioner. Oy, nə danış? Çünki maşının motoru əla vəziyyətdə. Hə, 2-2, hə, inandım, hə. Ağır. Çikilər 6,5-7 işlədir. Farsukasında problem olanda turbo. Farsunkan yüz üzülürsən. Gördüm də təzə. Qəşəng, əla. 5 litr yanacaq. Göt kef elə. Sür. Son qiymətdə, qardaşım, buna son qiymət. 9500. 11.000-dən girmişəm. 9500. Bir dənə 07 qiymətlə. Vay, Qaqam, vay, nətər vay. qiymətdir? Necədir? Bəyəndin? Bax. Əlimi xeyriyyə uzadım. Əlində pul olsa onu alarsan 9500'də. 07'den alarsan bunu. Və deyirlər 07? Hə bunu. Və deyirlər zamanla 07'den sevra. Sən bunu seçərsən. Halaldır sənə. Sən gələcəyi gördün. Bugündən gördün gələcəyi. Əlaqə nömrəsi qeyd eləyə alıcılarımız üçün 050 503 10 10-14. Zəng gelin, sahibi sizi qarşılayacaq. Maşına canlı bizi kim baxdıqlarsa cüzi endirim olacaq. Mütləq olacaq. Ən azından bir də etibarnamə alınsa bir də olacaq. Çünki bizim tərəfdə, bizim altından gələnlərə endirim Kreditlə də almaq istəyənlər 050 876 47 03 WhatsApp-a yazırsınız dostlar. Maşın qlobal problemi yox. İstədiyiniz, axtardığınız hər hansı bir avtomobil varsa buyurun müraciət eləyin. Köməklik göstəririk. Əslodakı maşınımız Mercedes Türkü göz C klassidir. Diqqətinizə görə təşəkkür. Qazel yazısını gördünsə bil ki yük maşını gəldi. Uzun müddətli bizdən Qazel istəyən izləyicilərimiz üçün superi ideal. Nömrə də 700. İdealın idealı girdi Qazel bazara. İnanıram ki tez bir zamanda müştərilərimiz baxıb maraqlanacaqsınız. Çiçək kimi yığılıb maşın.
Biri var minik maşın olsun. Bu yük maşınıdır. Necə qulluq eləyib buna maşın sahibi? Bax belə üzərində yeni təkərlərlə. Tamam, yəni cavab deyəm necə lazımdır. Benzin tök sürdüm, yanacağın tök sürdüm. Çörək qazanmaq üçün belə qazel axtaranlar. Diqqətli olun. Havalandırmasına qədər var. Baxın, baxın. Görürsüz? Bu xırdalıqları sizə göstərim. Diqqətli olun dostlar. Nömrəsi 59 BC 700. Nömrə də gedir üzərində. Nömrə 2000 veriblər, verməmişəm. Nömrəni ayrı satarsınız. Ay verəcəm, bir də geçir üstündən. Nömrə gedir maşının üzərində pay. Mən ayrımıram onu. Öz Mercedes-imə qoyacaqdım, amma ayrılmıram. Baxın. Çiçək kimi, yəni belə bir qazel girib bazara. Çox istəyirəm ki, tez bir zamanda bu maşına sahiblənsin bizim izləyicilərimizdən biri. 2006 buraxılış. Qiymət nə olacaq? Qiymət 13 yarım qoymuşdur, Sroçun tələsdiyimə görə Bəli. 12.5. Təcili Beşdə keçmir satılır qazelimiz. Belə keçimlər var. Nə keçirik, nədən keçirik? 12.000-dən nə çıxırıq? 12-dən 5 də keçirik. Biraz da kasıb baba olsa, nə bilim, biraz zəhmətkeş insan olsa yenə yes Can. deyərəm. Yeslər bizdədir. Hə, ona görə diqqətli olaq dostlar. Baxın, hazır Bura bəzənir. çadırı, tenti, nə bilim, dəvirmiş barmaqlıqları. Hansı yükü istəyirsən vur bu qazelə daşıqla. Baxın, Yıldırmışam buraları. görürsüz? Qeyrətdirmişəm hamısını. Mal, heyvan, nə bilim, nə yük istəsən vur, götür, işi başır. Açıq zəhmət olmasa. Hazır maşındır. Otur, sür, çörəyi qazan. Bunlar açıq. Gəl görək, gəl. Qarpız satırsan? Qarpız sezon deyil. Qarpız da vurub satmaq olar, mal heyvan da. Bir boşlu ki bu. Qiyməti də çox superdir. Xəbərim Bazara var. satmağa qarpız yapmışam. Bazarın sonlarında bu gözəl qazeli satmaq lazımdır. Bunun qiyməti 12 yarım demişəm Nazlı xanıma, qardaş. Bir şey. Bunu deyirəm ki, hədiyyə kimi inşallah qarpız sezonu gəlir. Kətçilərimizə, fermerlərimizə. Valla belə fikirləşin. Alsınlar sağlıqla. Ana sonundakı qiymətlər var nasıl? Barter var bu qazelə. Barter. Partiya yox. Barter yox. Özüm mən maşını danışmışam. Bəli. Ona görə pul lazımdır, sorsun. Maşına barter yox, nağd. Nağd pul təklif eləyən olsa dostlar, gəlirsiniz maşına baxırsınız, sürürsüz, yoxluyursunuz. Misal, yük maşınla aran necədir? De görək. Sənə ki sürürəm ki, misafirin o min gəlir bu nə də? Bax dostum, qazeldir bu qazel. Çörək qazanmaq istəyən kişilər üçündür, daylar üçündür, əmilər üçündür. Sənlik deyil, düş misal. Bununla bir vaxt Düş var misal, idi. sənlik deyil bu Bununla bir maşın. vaxtı var idi. Sən vazın atasısın, düş aşağı sənlik deyil bu. Bazar atmışam da bunu da həm da. Kim əgər istəyirsə təcili əlaqə nömrəsi. Sözlər şablon sözlər deyil, hamısı yəni reallıqdır. Öz neçə illik nömrəmi də verəcəm. Kim yəni narahatçılıq olsa 1 il, 5 ay, 3 ay problem deyil, yığa bilər məni. Özüm də Aksuluyam, Aksuranı yaşayıram. Maşın Laf ustasıyam. yaxşı. Dostumun maşınıdır. Ona görə də diqqətli olun dostlar. Son qiymət 12-dir, hələ onu yenə danışıram, yenə də bir şey eləmirəm. 12 minə qədər yeri var. Səbəb də odur ki, qardaş, Mercedes 4 para almışam, Sroçunu satılmalıdır. İnşallah ki satılacaq, çünki bizim xeyir duamız var. Belə bir şeydirlər. Hə, qəşəng. Kim əgər istəyirsə təcili əlaqə saxlasın izləyicilərimiz. Dostlar, bir dənə Quba, Bakı, Quba, Əlaqə Bakı. deyə alıcılarımız üçün 050 780 77 63. nömrəni qeyd eləyin. Belə bir təklif, günə belə bir Qubadan fürsət alma ələ başa düşməz çıxarsan. əzim, ələ düşməz. Maraqlan buyur, gəl maşına canlı bax, endirim yerində olacaq. Bu maşını alan çörək qazanacaq. Sahibi də bir cavan oğlandır. Hansı səbəbdən satırsınız? Pul lazım olduğu için. Çənci ildir neçə edirsiniz? 2001-ci ildə 10.600 idi, 2.2 dizel. 2-2 dizel, Motora əlavə zətləri, kondisioner, kondisioner, hamısı işləkdir. təkərlərdə təzəlir. Maşını harda baxmaq olar? İstədiyiniz yer. Lazer açardı. Bəli. Lüklu, belə gözəl bir geniş Mercedes satışa çıxıb, birbaşa sahibindən dostlar. Səliqə, səhman hamısı öz yerindədir. İllər keçməsinə baxmayaraq, hələ də əziz kirami saxlanılır bu avtomobillər. Maşın sahibləri sağ olsun, yeni nəfəs verirlər, canlandırırlar, gətirirlər bazara.
Biz də baxırıq dostlar. Belə üzərində görürük. Hər şey səliqəli. Tam ekonom 2.2 Siday. Mercedes axtaranlar üçün təklif olunur. Bu dizeldir atam. Bunu çox tərif eləmirəm. Bu dədə baba yadigarıdır dizel. Əsl çörək qazanlası maşındır. Yəni şəhərlər arası yox, rayonlar arası işləmək, çörək qazanmaq olar. Maşını ümumi sizə göstərim, belə görsənir. Qiyməti nə olacaq? 10.600 manata təklif olunur bugün bazarda. Aşağı yer olacaq. Qiymət endirimi mümkündür. Əsas o da canlı maşına gəlib baxan şəxsə endirim olacaq. Baxın, əgər sizə də 2.2 Siday Mercedes maraqlıdırsa, üzərində disklərdir. Disklər. Hamısı işləyir də funksiyalar maşında. Çox səliqəli duruşu var. Gəl bagajda açıq. Jalüzünə qədər avtomobildə var. Ehtiyat təkəri. Hamısı yerində. 2001 buraxılış Mercedes satışa çıxdı birbaşa sahibindən. Kim istəyirsə əlavə məlumat üçün nömrə qeyd edirik. Nömrə 070 405 55 52. 070 405 55 52. 55 52. Nömrə qeyd olundu dostum. Verdim et abi. Ha vermişim. Nömrə qeyd olundu. Varsa digər bir nömrə də qeyd eləyək. 070 070 720 720 50 50 20. Bu nömrəni də qeyd eləyin dostlar. Oldu canavar. Çiçək kimi Mercedes axtaranlar zəng eləsin. Kreditlə də almaq istəyənlər 058 76 47 03. Yəni bugün bazara super qiymətlərlə təklif olunan maşınlar görürük. Allah bazarlarını versin. İşimizə, çəkilişimizə davam eləyək. Gözəl bir Meganımız satışa çıxdı. 1.5 zəhmət olmasa yaxınlaş operator. 1.5 Siemens mühərriki üzərində dizel. Baxın, gözəl bir avtomobildir. Qiymətlə çox münasibdir, qeyd edeyim. Göstərdik. Sürətlər qüsur mexanika. Gəl bu maşına canlı bax, sənin üçün yerində endirim olacaq əzim. Belə parça oturacaqlardır. Kondisioneri işləyir. Tam hazır. Yay sezonuna qeyd eləyir. Maşın sahibi qeyd edir ki, fikrim satmaqdır, tam real alıcıya. Bunun buraxılışı nədir? 2008. 2008-in belə bir Meganı çıxıb bazara, Sumqayıta, üzərində yeni nömrələrdən əzim. Tam ətraflı göstərək ki, alıcımız deməsin sonra ki, siz göstərmədiniz. Stopları sağlam, salamat. Belə bir vəziyyətdə sizə bir avtomobil təklif eləyirəm. Birbaşa sahibindən əzim. Diqqətlə bax. Tam xırdalıqları da görmək istəsən, o zaman gəl bizim kimi canlı maşına bax, yerində endirim olacaq. Barter yoxdur, 7300 manat. Gəl, say əzim. 7300 manat. Nə az, nə çox. Bu avtomobili də sizə kredit yolu ilə mən təklif edirəm. Sağ olsun arendator köməklik göstərəcək. İlkin ödəniş 45-50% ödəyirsən, qalanındakı bala-bala hər ay puldan verirsən, maşının da olur sonda sənin. Necədir? Bu gözəl təklif məndən qaldı ki, siz də bəyəndinizsə, elə indicə müraciət edin. Maşın sahibi nömrə desin. Əlaqə nömrəsi qeyd eləyək. Mən göstərim maşını. 070 330 1208. Avtomobil bugün Sumqayıtdadır. Real alıcı ilə Sumqayıtda da baxa bilər. Dizel mühərrikli avtomobil istəyənlər üçün bu təklifi etdik. Diqqətinizə görə təşəkkür dostlar. Kim avtomobilini satmaq istəyirsə dostlar, buyurun müraciət eləyin. Sumqayıt avtomobil bazarında oluruq. Həftənin bazar günü çəkiliş komandamız sizin xidmətinizdədir.